Salam, hər vaxtınız xeyir. Mən İbrahimova Dilarə, Azərbaycan Dil Ədəbiyyat müəllimi. Bugün sizə MHŞ Tədris Mərkəzinin kitabı olan Azərbaycan Dili və Ədəbiyyat ixtisası üzrə sınaq toplusundan bir test eləyəcəyəm. Əgər bizim kanalımıza abunə olsanız və zəng düyməsini bassanız bu cür testləri tez-tez qarşılaya bilərsiniz. Nizami Gəncəvinin İskəndərnamə əsəri ilə bağlı doğru fikirdir. Dastanın xülasəsi və İskəndərdən Cahangirlik tarixində müəllif İskəndər haqqında ətraflı məlumatları tarixi mənbələrdən tapdığını deyir. Xeyr, belə bir şey yoxdur və yazıcı deyir ki, o mənim təxəyyülümün məhsuludur. Mən axtarsam da onun haqqında heç bir məlumat əldə edə bilmədim. 26 yaşında peyğəmbərlik səviyyəsinə çatdığı məlum olur. Xeyr, 26 yaşında deyil, 27 yaşında peyğəmbərlik səviyyəsində. Dastan başlanğıcında məlum olur ki, İskəndərə itaət edən Rum və Ruslar idi. Xeyr, İskəndərə Rum və Ruslar itaət etmirdilər. D bəndinə gəlirik. İskəndər ilk dəfə ox və kaman dayəsindən istəyir və kağız ipəyi nişan alır. Bəli, İskəndər ilk dəfə ox və kamanın nə istədiyini soruşanda ox və kaman istədiyini deyir və ona ox və kaman verdikləri zaman o kağızı və ipəyi deməli nişan alırdı. D bəndi düzdür, amma Y bəndinə də bir gözdən keçirək. Y bəndində Dara həsədindən İskəndərə rəqib çıxsa da, İskəndər tərəfindən öldürülür. Əslində, bəli, Dara həsədindən İskəndərə rəqib çıxsa da, amma İskəndər tərəfindən öldürülmür. Öz sərkərdələri tərəfindən öldürülür. Ona görə də bu da səhvdir.